Meyxana sənət deyil ki. Meyxana nədir? Bir də o çökdə olmaya çaldı. Trendlərdə ancaq takkaturuk tipli meyxanalar eşidirik. Söz sənəti hara getdi? Məcburam səndən danışmağa. Meyxana sənətin bu yazıçılar ən çox niyə qəbul eləmək istəmirlər? Mən sənə elə bir sual verirəm. Elə bir yerdə, elə bir söz deyərəm. Sən orada səsini çıxarda bilmərsən qorxundan. Onda deyərəm ki, elə sən ciddi oğlan deyirsən. Sən qorxdun. Doğrudan da meyxanaçıların əksəriyyəti savadsızdır, bunu düz deyirlər. Yerdən deyiblər ki, bu iki nəfərdən bu iki nəfərdir. Sən ortada tək qalmış. Rəşad Dağlı meyxananın şahıdır. Bugün Rəşad Dağlı meyxanada yoxdur. O taxt boş qalıbdır. Taxt da boş qalanda hər kəs özün şahı hesab edir. Bugün meyxananın şahı kimdir həqiqətən? Kim yaxşı oğlandır, mən onu bilirəm. Mən özüm Namiq Qaratuqluya qulaq asıb meyxanaya başladım.